Finlandiya haqqında bilmədiyiniz şeylər. Finlandiya Şimali Avropada yerləşir və İslandiya və Skandinaviya ölkələri ilə birlikdə şimal ölkələri olaraq adlandırılır. Bu ölkələr siyasi, sosial və iqtisadi baxımdan bir-birinə çox oxşayır. Əslində Finlandiya Skandinaviya ölkəsi deyil. Skandinaviya ölkələrinə İsveç, Norveç və Danimarka aiddir. 700 il əvvəl Finlandiya İsveçin tərkib hissəsi idi. 1809-cu ildə Finlandiya müharibəsindən sonra Rusiyanın xüsusi ərazisinə çevrildi. Finlandiya ərazisi Şimal Buzlu okeana qədər uzanmır və Norveç ərazisi Şimal Buzlu okeanla Finlandiya arasında yerləşir. Bu səbəbdən Barents dənizinə çıxışı yoxdur. Finlandiya göllər ölkəsi olaraq tanınır. Ölkə ərazisində 188 minə qədər göl mövcuddur. Finlandiyanın mərkəzində yerləşən Neitokainen gölü ölkənin ərazi quruluşuna çox oxşayır. Finlandiya dövləti uzun illərdir dünyanın ən xoşbəxt ölkələri siyahısında birinci yerdədir. Bundan əlavə Nokia telefonları da Finlandiyada icad olunub. Dünyanın məşhur oyunlarından olan Angry Birds də Finlandiya istehsalıdır.